Dropshipping iş modeli əslində riskli iş modelidir, biznes modelidir. Yəni burada sabit gəlir məsələsi yoxdur. Yəni heç kəs deyə bilmir ki, yəni hər ay mən $1000 pul qazanacağam. Yəni 2 dənə, 3 dənə məhsul satırsan, sən əladır da mən satıram. Sonra görürsən ümumiyyətlə satış gəlmir. Boş-boşuna ancaq meta reklamlara pul ödəyirsən. Sonra keçirsən başqa məhsula. Başqa məhsula keçid eləyəndə, onu araşdıranda eləyəndə zaman gedir axı. Baxırsan görürsən ki, məsələn avqust ayında $200 qazandın, növbəti satışın oktyabrdadır, növbəti satış noyabrın 5-dədir, o birisinin yanvardadır. Belə-belə zaman məsafəsi yaranır. Ona görə totalda baxanda görürsünüz ki, ay ərzində 30 gün ərzində sabit gəlir qazana bilmirsiniz. Bu ay bu qədər qazanırsınız, 40 gündən sonra başqa gəlir qazanırsınız və s. Ona görə də dropshipping iş modeli riskli iş modelidir. Yəni əgər siz bu işlə məşğul olmaq istəyirsinizsə, paralel şəkildə məşğul olmalısınız. Yəni sizin daimi sabit bir işiniz var. Hər gün 2 saat, 3 saat bu iş modeli ilə maraqlanırsınız, özünüzü təkmilləşdirirsiniz və öz şəxsi vəsaitinizdən investisiya eləyirsiniz bu işi öyrənməkdən ötürü. Və müəyyən bir zaman keçəndən sonra 3 ay, 4 ay, 5 ay, 6 ay, 1 il keçəndən sonra artıq görürsünüz ki, yavaş-yavaş nəsə bir satış eləməyə başlayırsınız. Yavaş-yavaş nəsə bir şey alınır. Amma bu birdən-birə yaranan bir şey deyil də. Yəni ki, mən təcili pula ehtiyacım var, tez $1 verəcəm, Shopify-da sayt açacağam, pul qazanacağam. Elə bir şey yoxdur da. Yəni bunu öyrədənlər də bu şəkildə təşviq eləməlidirlər. Amma baxırsan ki, ya deyir ki, sadəcə $1-dır, saytı quraşdırırsan, eləyirsən, deyir necə eləyim, başım çıxmır. Deyir gəlirsən məndən kurs alırsan. Halbuki əgər o insan nəyisə öyrətmək ona istəyirsə, YouTube-da yüzlərlə, minlərlə videolar var. Onların linkini ata bilər ki, get bu linki bax, öyrən. Yəni o YouTube-dakı videolar, onların kursları satan adamlardan 1000 dəfə faydalıdır. Yəni kurs satanlar ancaq kurs satmaq üçün, yəni pul qazanmaq üçün kursu satırlar. Nəyisə öyrətmək üçün satmırlar. Nəyisə öyrətmək istəyənlər məlumat verir, tövsiyə verir. YouTube-da yüzlərlə, minlərlə videolar var. Onları eləyir. O YouTube-dakı videoları tövsiyə eləmir. YouTube-dakı videolardan nümunə gətirmir. Deyir ancaq mənim kursumu al, mənim kursumu al, uğurlu olacaqsan.